Azərbaycan, Ermənistan və Amerika liderlərinin tarixi Vaşinqton görüşü Cənubi Qafqazın gələcəyini şəkilləndirən ən mühüm dönüş nöqtəsidir. Ağ Evdə imzalanan üç tərəfli birgə bəyannamədən düz bir il ötür. Mövzu ilə bağlı bir xəbər mediaya özəl açıqlama verən Milli Məclisin deputatı Kəmran Bayramov bildirib ki, bu sənəd regionda 10 illiklərdir davam edən qarşıdurmadan sonra davamlı sülh və iqtisadi inkişaf üçün yeni imkanlar yaradıb. Deputat xüsusilə vurğulayıb ki, Donald Trump bu uğurun məhz öz liderliyi və Vaşinqtonun qətiyyəti sayəsində reallaşdığını bəyan edib. Görüşün ən diqqət çəkən məqamı isə İlham Əliyevin mühüm təşəbbüsü olub. Dövlətimizin başçısı Trumpın vasitəçilik səylərinə ehtiram əlaməti olaraq onun Nobel sülh mükafatına namizədliyinin irəli sürülməsini təklif edib. Bu məqsədlə yaxın vaxtlarda həm Azərbaycan, həm də Ermənistan adından Nobel komitəsinə rəsmi müraciət göndəriləcək. Kəmran Bayramovun sözlərinə görə sülh müqaviləsinin mətnini məhz Azərbaycan tərəfi hazırlayıb və Xarici İşlər Nazirləri artıq sənədi paraflayıblar. Bu isə bütün əsas müddəalar üzrə tam razılığın əldə olunması deməkdir. Digər tərəfdən ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoyulması üçün birgə müraciətin edilməsi 30 illik nəticəsiz mexanizmin rəsmən sonu və Bakının növbəti böyük diplomatik uğurudur. Sənəddə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz keçidin təmin olunması, Prezident İlham Əliyevin Zəngəzur dəhlizi açılacaq prinsipinin reallığa çevrilməsidir. Beynəlxalq ticarətdə Donald Trumpın zəmanətçi rolu ilə formalaşan Trump marşrutu regiona böyük iqtisadi dividendlər vəd edir. Müsahibədə diqqət çəkən digər mühüm nüans isə Oval ofisdə Qarabağdan köçmüş ermənilərin geri dönüşü barədə jurnalistin sualına Nikol Paşinyanın mikrofonu söndürərək cavab verməməsi olub. Deputat bildirib ki, bu fakt Qarabağ mövzusunun artıq sülh prosesinin tərkib hissəsi olmadığını və birdəfəlik qapandığını rəsmən təsdiqləyir. Ermənistan Bakının daxili məsələlərini dövlətlərarası sənədlərdə müzakirə edilə bilməyəcəyi barədə prinsipial mövqeyini tam qəbul etmək məcburiyyətində qalıb. Bütövlükdə Vaşinqton bəyannaməsi revanşizm meyllərinin qarşısını alan və Cənubi Qafqazda yeni dövrün qapılarını açan tarixi fundamentdir.